Kim bugün bu Hyundai Elantranı satsa, akşamüstü ona 500 manat pul verər. Aydındır? İşte. Ben satacağım. Mən varım burada, mən satacağım. Bakarıq indi. Baxarım. Salam əleykum. Mənə maşın lazım idi. Baxşın, mənə maşın lazım idi. Maşın lazımdır, mən sizə satarım. Hara gelirsin ben satıram. Ay xanım, ay qardaş, nə edirsiniz? Niyə danışırsınız? Bir dəqiqə dayanın. Yaxşı. Kömək eləyə bilərəm indi sizi. Buyurun, nə istədiniz? Mənə bir maşın lazım idi. Gəlin sizə göstərəcəm. Yani indi ben sana gösterərəm. Müəllim, bu Hyundai Elantra. Bu Elantra. İştirsən, müdür səni çağırır. Get gör nə deyir. Hyundai Elantra, model 2019. Gəlin göstərim. Müdür niyə mənə çağırır? Bir dəqiqə. Sərxan, öldürəcəm səni. Çox super maşındır. İlkin ödənişdəki 7300 manat. Bunu deyim mən. Az müştəri öldü ki. Mənim sənə görə oldu. Sənə görə oldu. Sən kəllə vurdun, xosunvay elədin, oldu. sən. Sən mənə belə-belə göstərdin. Yaxşı elədim. Sən yalanlar düzü müdür səni çağırır. Oh, canıma desin. Yaxşı elədim. Az mənə dəymədi. Nə olan bu yetimə oldu. Müdürə nə deyəcəyik biz? Ay, o kim də maşının içində əyilib belə? Ah, müdür müştəri deyə maşına baxırdı, xoşu gəldi dedi qalın burada. Hə, bildimi? O niyə əyilib belə maşının içinə girib? Yox, baxırda baxmaq istəmişdim maşının içinə. Hə, bildimi? İndi o maşını alacaq, yoxsa da necə? Yəqin ki də belə xoşuna gəlibsə. Biz gedək abed eləyək. Ay kişi, indi hansınız maşını satdı? 500 manatı kimə verəcək? Saxla özünü müdür, narahat olma. Biz Ha, yox. Saxla özündə. biz getdik. Gəl tez elə. Bunlara bax, heç bunlardan çıxmayan iş. Hə, yaxşı.